ki, Bakı-Quba yolunun Xızı rayonunun Yaşma qəsəbəsindən keçən hissəsidir. Görürsünüz məndən arxada yolun kənarında, yəni Bakı-Quba yolunun kənarında su altında qalmış müxtəlif bəzək ağaçlarını görürük. Şimal bölgəsinə yağan güclü yağışlardan sonra gələn sel nəticəsində bu hala düşür. Amma çox təəssüf ki, hesablar aradan qaldırılmayıb. Bakı-Quba yolunun Xızı rayonunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsindəki görüntülər ürək ağrıdıcıdır. Yol boyu yaşıllıq məqsədi ilə əkilmiş müxtəlif növ ağaclar kütləvi surətdə su altında qalıb. Araşdırmamız zamanı öyrəndik ki, bu massivi aprelin 17-sində baş vermiş təbii fəlakət nəticəsində gələn güclü sel suları basıb. Bir aya yaxındır su altında qalan yaşıllıq məhv olmaqdadır. Külli miqdarda vəsait hesabına salınmış yaşıllıq zolağının lil və yağış suları altında qalması ilə bura xərclənən dövlət vəsaiti də sulara qərq olub. Obyektivlik naminə onu da deyək ki, Xızı rayonunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində bəzi ərazilərdə sel suları nasoslarla çəkilərək arxlar qasılıb. Amma problem köklü həll olunmayıb və hələ də yaşıllıq su altında qalmaqda davam edir. Məsələ ilə bağlı Xızı rayon icra başçısının müavini Arzu Əzizova müraciət etdik. Qurum rəsmisi yaşıllıq zolağının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olduğunu bildirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə həmin ərazinin onlara aid olmadığı söylənildi. Müşahidələrimiz zamanı ərazidə Yeni Yaşma Külək Elektrik Parkını əks etdirən lövhəni gördük. Yaşıllıq zolağının Azər İşıq ASC-nin balansında olduğunu düşünüb, problemlə bağlı bu dəfə onlara üst tutduq. Qurumun mətbuat katibi Vagif Aydınoğlu da fərqli cavab vermədi. O da bu massivin Azər İşıq ASC-nin balansında olmadığını, oradakı lövhənin sadəcə tanıtma məqsədi ilə əraziyə yerləşdirildiyini qeyd etdi. Maraqlıdır, bəs su altında qalan bu yaşıllıq zolağı hansı qurumun balansındadır? 2 il əvvəl istifadəyə verilən Bakıdan Rusiya sərhədinəcən gedən magistral yol çöksə, kim məsuliyyət daşıyacaq? Ümid edirik, bu süjetimizdən sonra əraziyə cavabdeh olanlar tapılacaq və ekosistemin məhv olmasının qarşısı alınacaq. Aytəkin Alxasta, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.